Cənab Prezident Ali Başkomandan yenə də video çəkiliş edib siz paylaşırıq ki, bəlkə siz bizə kömək olasınız. Cənab Prezident, 1986-cı ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Ağdaş rayon Ləki qəsəbə tam 6 saylı tam orta məktəbi tikdirilərək Ağdaş rayon Ləki qəsəbə sakinlərinin sevincinə səbəb olmuşdur. Lakin 2007-ci ildə sizin verdiyiniz sərəncama əsasən Heydər Əliyev fondundan pul ayrılaraq Ağdaş rayon Ləki qəsəbə və qəsəbə 6 saylı tam orta məktəb və onun balansında olan 8 evdən ibarət müəllimlər binasının əsaslı təmiri göstərilsə də büdcədən ayrılan pulun mənimsəyərək Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəbin sadəcə belini, şiferini, pəncərələri, bir də qapıları dəyişdirilib, qalan pullar mənimsəmişlər. Ağdaş rayon Ləki qəsəbə 6 saylı orta məktəbin balansında olan 2 mərtəbəli 8 evdən ibarət müəllimlər üçün nəzərdə tutulmuş yaşayış binasının da heç bir təmir işi getməmiş məktəbin transformatoru, su çəni dağıdılmışdır. 2025-26-cı illərdə Ağdaş rayon Ləki qəsəbə məktəbinə yeni direktor təyin olunduqdan sonra Aysel Hacıyev tərəfindən məktəbə yeni hasar çəkilərək məktəbin sənədlərinin itdiyi bildirilsə də məktəbi 6 hektar yarım torpağını 3 hektara sənədləşdirmək niyyəti ilə bura yeni hasar çəkmişlər və Ağdaş rayon Ləki qəsəbə 6 saylı orta məktəbinin tam önündəki bax bu şəhid plakatını, şəhid abidəsinin önündəki bu bulağı Aysel Hacıyev tərəfindən buradan axan su ayağımızın altını batırır deyilərək su idarəsinə məktub ünvanlayaraq bulağın kəsdirilməsinə səbəb olmuşdur. Biz bu bulağın bərpasını istəməkdən ötəri Ağdaş rayon icra başçısı Firdovsi Məmmədov, icra başçısı Orxan Hüseynzadə, Firdovsi Məmmədov, bütün icra nümayəndələri, su idarəsi müdürünün qəbulunda olsaq da ondan sonra bax bu şəhid plakatının üstündəki bayraqları oğradılar. Bütün icra nümayəndələrindən sorumsandan sonra ki bayrağa sökülməyinə siz göstərir, hamısı yoxdur.